Hər birinizi xoş gördük dəyərli dostlar. Biz bu gün Şəkidəyik. Xan Sarayının haqqında sizi məlumatlandıracağıq. Xan Sarayı 18-ci əsrdə Hacı Çələbi xanın nəvəsi olan Məhəmməd Hüseyn xan tərəfindən inşa edilib. Sarayın memarı isə Ustad Abbasdır. Bina 2 mərtəbə, 6 otaq və 4 dəhlizdən ibarətdir. Binanın tikilişi çay daşından, sement əvəzinə isə əhəngdən istifadə olunur və yumurtanın ağından, yəni mismar istifadə olunmayıb. Çox mükəmməlliyini qoruyub saxlayır və indiki əsrə qədər. Gördüyünüz bu möhtəşəm çınar ağacı 1530-cu ildə əkilib. 500-ə yaxın yaşı var. 42 metr hündürlükdədir. Xan Sarayı 10 il ərzində tikilib. 2 il tikintisinə, 8 il isə ancaq dizayn işlərinə, yəni bəzək işlərinə sərf olunub. Gördüyünüz bu möhtəşəm rəngli şüşələr isə Venesiyadan ticarətçilər tərəfindən, yəni İpək yolu tərəfindən gətirilib. Bu öz möhtəşəmliyini, işıqlandırmasını, yəni görürsünüz, çox gözəldir həqiqətən. Möhtəşəm Xan Sarayı belə maraqlıdır. İçərisi boş idi. Otaqlar idi belə də, kitabxana, hamam, yemək otağı, yatmaq otağı, amma qəribə idi, maraqlı idi. Möhtəşəm. Gördüyünüz bu yer isə xanın atlarının saxlandığı yerdir məlumatlara görə. Əzizlərim, bugünlük bu qədər. İnşallah ki, belə videoların gəlməsini istəyirsinizsə, maraqlı videoların gəlməsini istəyirsə, mütləq şəkildə bizləri takip edib, bəyənin və rəylərinizi, xoş sözlərinizi yazın. Özünüzdən müğayət olun. Allah sizləri qorusun. Oh! Bəh, bəh! Əmi biraz çəkək. Sənədə bu əmini izləyin, dostlar. Bəh, bəh.